insanı yaşadan birinci havadır, oksigendir. Yəni bundan çox insanın təmasda olduğu və aldığı heç nə yoxdur. Hər gün, hər an, hər saniyə. Və bu gün insanların ölümünün səbəbi, xəstəliklərin səbəbi oksigensizlikdir, havasızlıqdır. Doktor çox düz dedi, mən bir əlavə edirəm ora. Səhər axşam yox, bütün günü evin içərisində, mənzilin içərisində bir akuşka açıq olmalıdır. Nəfəslik. Nəfəslik açıq olmalıdır. Çünki bu gün tutaq miqren xəstəliyi, baş ağrısı, bunun kökü başda oksigenin çatışmamazlığıdır. Bu adamlar da, insanlar, məsələn, xanımlar deyir ki, mən niyə əsəbiyəm, mən ailəm normal, uşağım normal, heç nə məni incitmir, mənim əsəbim niyə anormaldır? Çünki bu adam insanda enerji yığılır, mənfi enerji torpağa getməlidir. Nola getməlidir. Bu insanın ayağı yerə dəymirsə, bütün gün sosial şəbəkədə, televizorun qabağındasa, bunun əsəbi pozulacaq. İkinci insanı yaşadan sudur. Bugün bizim insanlarımızın çox böyük faizi, Azərbaycanda mən səhv eləyə bilərəm, 3%-dən artıq adam normal su içmir. Bu deyəcəksiniz, sabah başlayacaqlar o su filtr şirkətləri qapılarımızı dağıtmağa. Eybi yoxdur. Su içsin. Yəni susuzluqdan ölür. Üçüncüsü qidadır. Qidanı da bilirik, biabırçılıqdır, qidalanma mədəniyyəti sıfırdır, qidalar qarışdırılır. Bir gün çox gözəl dedi doktorumuz, xərçəngin əmələ gəlməsində nömrə bir qidadır, onun içərisində də ət və şəkər öndədir. Yəni bir mənalı şəkildə. Üçüncüsü qidadır, dördüncü hərəkətsizlikdir. Bugün insanlar hərəkət eləmirlər. İnanın ki, eləmirlər. Bu hər bir adam, məşhur Amerikan alimi kardiolog White deyirdi ki, İnsan bir gün 20-25 yaş arasında çəksinə ömrü saxlasa 1, hər gün 10 kilometr məsafəni orta sürətlə yerisə 2, zərərli adətlərdən uzaq olsa 3, ətraf mühitə qıcıq reaksiya verməsə 4. Onun heç vaxt ürək damar sisteminin şikayəti ola bilməz. İndi bugün bu dediklərimizin hamısı bir yerdə kompleks neçə faiz əhalimiz belirlir. Suyu, havanı tapmaq olar müəyyən qədər, yəni istifadə elə bilərik, suyu tapmaq. Bugün inanırsınız, uşaqlar doğrudan da çıxmırlar. Pediatrımız da təsvir edir. Bir gün uşağı səhər axşam o günəş enerjisindən məhrum edirlər. Ölkələr var, orada günəş yoxdur. 6 ay günəş görülmür. Aydındır, əzizlərim. Biz yenə